Patronun baş sponsorluğu ile Yoldaşım başladı. Ay pişik. Yəni bu həftəlik şəhərdə də yola verə bilərdin də, vlog çəkərdin falan, qoyardın YouTube-a. Gələn dəfə gedərdin. Yox da Rəsul, şəhərə onsuz da şəhər adamları rahat verə bilirəm. Həm də biz özümüz havamızı dəyişək. Nə gözəl gedirik də Hacı Qabula. Həm oranı görmüş olarıq. Bəli. Həm də gözəllikdən bir zövq alaq. Vloqum da qəşəng çıxsın. Təbiət qoynudur. Mama gilə biraz alış-veriş eləyərik. Kənd yumurtası alarıq, çolpaz adaları. Ömrüm günün mamangilin evində soyucunu açırsan adamın üstünə qaydır, hər şeyləri var. Nəyə bir də 5-10 manat verib rasxod eləyək ki. Sən mənim mamamgilin soyuducusunda nə işin var? Bax girirsən ora, hə? Biləsən də nə var. Arada olur da indi nəsə su içmək falan nəsə açıram, görürəm də. Yəni neyinirsən o əlavə pul xərcləməyə, varları da onların hər şey. Ehtiyacı olana vermək lazımdır, ehtiyacı olana. Rəsul, bilirdim elə, sən simicliyin tutur yenə. Bəsdir də, nə qədər olar? İnsan da qədər əlini belə saxlayar. Ay belə aç da bunu, ehtiyacı olana deyirsən. Aç da mənim ehtiyacım var. Bu havaya mənim ehtiyacım var, Rəsul. Da havanı bildim də, mamangilin ki yumurtaya, toyuğa ehtiyacı yoxdur. Bu da imkan vermədiyi kesin. İmkan verməz də, o qədər danışırsan ki, başın qarşır ancaq ona buna. Təkimlə. Ancaq sən bizim elə hinduşkalarımızı say, sən bizim ancaq elə soyuducumuzda yumurtaları say. Canım üçün mən saymıram belə şeylər. Sizin evə getsək sandıqda Allah bilir nələr istədirlər. Heç olmasa yenə bizimkilər qonaq qaran qabağına qoyurlar. Qoyurlar, sonra da il boyu danışırlar ki, falan kəsə bunu verdi, falan kəsə. Özəlim Hacı Qabul, özəlim Hacı Qabul. Sən var sən. Heyf ki, bloger oldun ay gün. Səsimi qaldıramıram. Qorxuram nə vaxtsa o videoları açıb belə öz şəklimi görəcəm deyəsən ki, mən bu adamdan şikayətlənirəm. Bu var məsələn. Şirindir, şirin. Telefonun kodunu dəyişmiş. Qulağın götürmürsən ha? Hani qulağın? Hani qulağın? Rəsul bəsdir. Hani? Hə, buradadır. Rəsul! Hacı Qabul. Gəldik Hacı Qabula. Mənim şəklimi çək də burada. Gələn kimi yenə şəkili, gələn kimi yenə şəkil. Qəşəng. Qəşəng çək. Öpürəm. Bax. Kimidir? Hə, nə bilim. Bu nə şəkil dairəsi ol? Nə deyir? Bu nədir də bir dənə bax, sən Allah şəkil çəkirsən, gəl ağzım əyri düşür, gəl qulağım əyri düşür, gəl burnum əyri düşür. Buna bax da kölgə, nə bilim görüntü yoxdur, bulanıqdır. Gül kimi dayanmışam da burada Hacı Qabulun girişində. Cəmaət görməlidir mən Hacı Qabuldayam yoxsa yox. Hacı Qabul yazısı yox deyə burada. Ha, birincisi əsas odur ki, mən səni görürəm, özdə qəlbimin gözü ilə. İkincisi də ki, mən bilirəm, sən o bulanlıq sözündə mənə söz vurursan. Bəli. Yox. Nə yox? Nə yox da, nə yox? Mən bilmirəm ki, sən o bulanlıq sözünü ona görə deyirsən ki, mən sənə təzə telefon alım. Yox, Telefonun istəmirəm. köhnədir. Ona görə də Bakıya qayıdan kimi həyat yoldaşından sənə bir dənə təzə çıxan iPhone hədiyyə. Lazım deyil ay pişiyim. İstəmirəm. Telefon zad istəmirəm ümumiyyətlə. Lazımdır. Məndən padarı. Canım üçün, mən izin vermərəm ki, mənim yoldaşım öz padurralarının yanında köhnə telefon işlətsin. Ona görə qayıdan kimi iPhone-un təzə çıxan modeli hansıdır? Bax, ondan bir dənə sənə hədiyyə. Lazım deyil, sən Allah istəmirəm ümumiyyətlə. Axırıncı dəfə də o ad günümdə sürpriz elədin ha, maşın aldın. Ha. Hələ də kredisini ödəyə bilmirəm. Görün də telefonu nətər eləyəcəm. Ha. İstəmirəm, elə köhnə telefonumdan çək. Telefonu verə bilərəm də, telefonun aylığı ucuz olur. Maşına Lazım baxmayın, eləsin. maşın biraz çatdırmaq olmur. Çək normal şəklimi. Ayda, gəl selfie eləyim, selfie. Selfie. Görünüşü bir başqadır bu ellərin, ətri var bax bağçasında güllərin. Bu yerlərdə çox gözəl təbiət var, qonaqlara isti münasibət var, qonaqlara isti münasibət var. Təbiət bəzək verir, hamını heyran edir, qonaqlar gəlir gedir. Özelim Hacı Qabul, gözəldir Hacı Qabul, özelim Hacı Qabul. Gözəldir Hacı Qabul, özelim Hacı Qabul, gözəldir Hacı Qabul. Dara dara dayrararay.
Səncə bu nədir? Toya gedirmiş kimi geyinirsən belə. Pişik, mən blogeram. Mən görənlər tanıyırlar. Heç olmasa avtoqraf verəndə görsünlər ki, nə qəşəng, gözəl. Avtoqraf demişsən. Adam bir dənə bundan ala. Yığa bütün nəslinizi bunun içinə, toyda, bayramda da bir də restoran qabağında o taksini çağır, bu taksini. Sən elə bir dənə ortancıl bibin elə bütün bu 3 dənə bu oturacaqları tutacaq. Adı diyetadır. Yəni yerləşən deyil. Acun. Neçə ildir evliyik. Mən sənin fikrinə, məntiqinə heç vaxt şübhə ilə yanaşmamışam. Amma istəyirəm sənə biraz maraqlı suallar verim, sənin biraz məntiqini yoxlayım. Nə? Bax, məsəl üçün. Deməli, o vaxtı Çexiya ilə Slovakiya arasında dəmir yol qəzası olmuşdu. Hə. Orada sağ qalanları harda bastırmışdılar? Vaxt getdi. Vaxt Sağ getdi. qalanları, ay pişim, harda bastırırlar? Torpaqda bastırarlar da, qəbir qazıb bastırarlar. Ay, sənin başın batmasın. Az məzələnirsən. Sağ qalanı niyə bastırırlar? Ağzımda deyirəm sağ qalan. Demirəm ölə. Fikirləşirik yəni. Yaxşı, ikinci sual verirəm sənə. Dünyanın ən böyük dağı olan Everest dağını kəşf edənə kimi, tapana kimi dünyada ən böyük dağ hansı idi? Vaxt getdi. Dağ? Dağda dağ. Hansıydı? Bu da Everest da. Deyirəm ağzındakı dünyanın ən böyük dağı Everest. Dolamısan Rəsul. Yaxşı, yaxşı. Biraz məntiqini işlətdə özcə vaxtı deyirsən mən məntiqdən eləyəm, beləyəm. Yaxşı, Abi növbəti. sual verir. Yaxşı, qəşəng bir sual verirəm sənə. O nədir ki, sənə məxsusdur, amma hamı səndən çox istifadə edir onu. Bizim evdəki mənim əşyalarım, make-uplarım, o bivlərin tökülüşür, gəlir evimizə. Mənim bütün əşyalarımı istifadə edir. Anam gəlir, o qarımı, qazanımı, nə bilim, qabımı, qacağımı, bütün qıraqlarımızı çap-çapdı. Qatma da, ona qalsa mən də deyərəm ki, sənin atan bizə aiddir, amma hamı bizdən çox istifadə edir. Nə bilim, bacın əri bir, filan kəs bir, filan kəs bir. Başda bu məntiqli sualdır. Sırf Nədir yaxşı? Sənin özünə aiddir. Sənin adın. Gördün? Aygün. Özünə istifadə edirsən, amma... Bekarsan, vallahi. Yaxşı, yaxşı. Sonuncu sual verirəm sənə. Sonuncu sualı. O nədir ki? Daha doğrusu, hansı okeanda su yoxdur? Vaxt getdi, vaxt getdi. 5 saniyə vaxt var. 3, 4, 5. Hansı okeanda su yoxdur? Hə. Bəlkə təmirə bağlayırlar o hansı ərazini, bir də görsən bizdə olur, su gəlmir. Okean təmirə bağlılar Aygün. Sən indiyənə kimi hansısa bir dənizin okean qırağında görsən, yazsınlar ki, Ora axıdılan müvəqqəti su. narahatçılığa görə üzr istəyir. Təmirə bağlanandır okean. Bəs Necə nə? versən? Deyim, Hə. xəritədəki okean. Baxırıq, qlobusda, xəritədə. Mən niyə bu adama qulaq asıram? Bekar məntiqini deyil. yox, Gəzərəm bilirəm da də sən. özüm üçün. Amma kutka baldı, ha. Ay Aygün, bu saxladın da maşını, mən nəyə gözləyirik? Bir də sözünü düşürüm də onu. Deyirəm ki, sən mənə qarşı çox diqqətsizsən. Mən, Rəsul, Aygünə qarşı diqqətsiz. Heç vaxt ola bilməz, ömür boyu. Görürəm də göz qabağındadır. Bir dənə gözdə gəlirəm, bir dənə adam var, ona zəng vurum, gəlirəm. Salam xanım. Wow Lady gözəllik mərkəzidir. Hə. Çox üzr istəyirəm. Dünən sizin mərkəzə bir xanım gəlmişdi Aygün adında. Hə, daimi müştərinizdir. Bəli, bəli. Hə. Çox üzr istəyirəm. Aygün xanım orada nə prosedurlar eləyib? Yox, soruşuram. Mən belə bir maraqlanıram eləcə. Aha, dırnaq, aha. Şellak, kiprik, dodaq doluğuz. Hə, yüngülvari dodaq doluğuz. Hə. Yo, razı qaldıq. Super, hə, qəşəng, əla. Mən özüm də tapşıracağam, hər həftə gəlsin. Oldu. Çox sağ olun, minnətdaram. Çox sağ olun.
Bağışla, o gün səni də gözlətdim. Bu adam var, o bir iş əldə edirəm. Onu danışırdım, ona bilsin biraz xeyrim oldu da o işte. Hə, sən nə deyirdin? Nəyəm mən? Diqqətsiz. Mən diqqətsizəm. Acun, elə bir şey deyərəm sənə, daha doğrusu elə bir şeylər deyərəm. Ömrü boyu bir də sözü mənə demərsiniz. Çünki mən baxanda hiss eləmirəm ki, sən işbirliklərini düzəltdirmirsən. Çünki mən baxanda hiss eləmirəm ki, sən yüngülvaricə dodaq geli doluğusu eləyibsən. Çünki mən baxanda hiss eləmirəm ki, sən dırnaqlarını düzəltdirmirsən, şellak, mellak. Ha? Hiss elədim ki. Bəli. Çünki mən baxanda hiss eləmirəm ki, səndə qaynaq var. Məndə qaynaq yoxdur ki. Qaymaqla səhv saldım. Səhər qaymaq yedim axı. Hə, qaymaqla səhv saldım. Görə bilmirəm o bəyəqçiləri şellak, mellak. Görə bilmirəm. Hə. Görürsən, deməli mən diqqətçiləm. Can. Bağışla, elə bildim ki, hiss ol. Görmürsən, Evet, sən evet. demə hiss eləyirsən. Bağışlarım. Görürsən ha? Sən də deyirsən ki, diqqətsizəm mən. Yerə tökmə. Əlbəyə. Önümdən də narahat Ay piçin, Ayza. acıram ey acam. Acırsan küçüğünü yayındır. Ne bileyim bak Semişrayla mesela yayındır da küçüğünü. Elə şey olur. Niye olmur ha? Biz ailədə 8 uşağıydıq. Günorta yemək yeyirdik. Axşama kimi yemirdik işte. Axşam gəldik mamamıza deyirdik ki, acıq. Mamam deyirdi ki, uzanın sizə nağıl danışım. Nağıl danışırdı. Onda yayınırdı. Yox, yayınmırdı. Acın elə bil ki, nağıla qulaq asırdım, düşürdüm nağılın təsirində, nağıldakı canavarla gedirdim. Harda yemək tapdım, yeyirdim. Belə evdə tapamırdım işte. Hava da soyuqdur ya yaman. Şuba istəyirəm. Racun, sən bilmirsən ki, şuba bayram ərəfələrində olur. Yeni ildə, Novruzda qəşəng bir şuba salatı hazırlayarsan ya da şeit hazırlama. Gedib alarım, yeyərik. Narahat olma. Dəsi ol. Aycan. Özünü bilməməzliyə vurma. Şuba istəyirəm, şuba, şuba. Hazır, mən də şuba deyirəm də, sən şubanı hazırla. Mən də qəşəng burada bu quzunu götürüm, kəsim, qəşəng bir dənə kabab pişirim, belə manqaldan, odundan qal yağı özümüz üçün. Şubanı da qoyaq ortaya, yeyək getsin. Sən məni doğuyursan, danış quzu qoyundan. Sizinkilərə oxşmur. Hə, mən bilmirəm bu geyinməyə şuba deyil. Nə olsun şuba istəyirəm. Mən də PlayStation 5 istəyirəm, hə. Alan var, yox.
Özümün də almağa əlim gəlmir. Amma qaynatama aldıracağam onu. Çünki onun başını pişirmiş, orada qəşəng oyunlar var. Gedək pişik, gedək. Ay Rəsul, Hadi canım. dedi yəni. Deyirlər burada qəşəng yeməklər verirlər. Peki gedək yeməyi yeyək. Belə mən də eşitmişəm, amma sözün açığı yeməmişəm, dadım bilmirəm. Amma Gedək yeyək də, dadı yaxşı. Gedək Allah yeyək. bildim, yemək həmişə var da. Gəlmişik hazıra, bula bir şəhərin gözəlliyindən zövq al, yeməyi sonra. Simicliyin tutdu da yenə. Əl çəkmirsən də bu əlbərkliyindən. Kim də elə bər? Sən kim olacaq? Gözləyin də mən sənə nə tər səxavətli adam olduğumu göstərim. Ne buradadılar? Dostlar, sizə hədiyyəm. Sizə hədiyyəm var, götür. Sağ ol. Sən də ver onana. Görsən, sən də deyirsən ki, mən nə bilim, əli bərkəm, nə bilim, xəsisəm. Gördün mü mən nətər? Çox. Səxavətli adamam. Bəs nə. Bəli, O vaxt bəli. sənin adını Səxavət qoymalıydılar, amma səhv qoyublar. Görsən? Hə, maşallah. Nə alım olsun, sənin Allah üçün? səni saxlasın. Nə alım sənin üçün? Mənim üçün gəlib elə Hacı Qabulda yadıma düşdü, nə almaq lazımdır? Yoxdur, ümumiyyətcə deyirəm. Aralda xar lililədir o, dəstə gülülədir o. Araz axar lililədir o, dəstə gülülədir o. Mən yarımı sevirəm o, şirin dililədir o. Mən yarımı sevirəm. Hə nə olub? Nə göz qaş eləyirsən orada? Ay yoldaş, biraz sakit olar. Ay bir dəmə Olar. Niyə olmur ki? bir dəmə yaman tello can tello canım tello Rəsul baladır, qonşumdur. aman tello Necədir? can tello canım tello Pis oynamırlar. Biraz emosiya azdı. Emosiya. Hə biraz dili oynayın da. Araz üstə buz üstə tello kabab yanar köz üstə tello Araz üstə buz üstə Yaxşı demək olar. kabab yanar Lazım gəlsə olar. tello Oy məni öldürsünlər tello bir ala göz kız üstə tello Əzinəm ay bir dəmə Ne oldu? Ne göz kaşırırsan orada? Ay yoldaş, biraz sakin olar. Olar. İyi olmuş. Ömür keçti ay gün keçti Yaman olmara İsa baladır. Bir dəmən yaman tello can tello Canım tello can tello Aman tello can tello Canım tello can tello Aman tello Pis oynamırlar. canım Biraz emosya azdı. tello can tello Emosya. Ada biraz dili oynayayım da. Mən başa düşmürəm ki, ümumiyyətlə sən bu gecə çayxanaya getməkdə nə görmüsən də? Yəni nə var da burada 3-4 dənə kişi yığışırsınız, şaq domino, bu səs-küy, bizikdircən, sən beyin yorulmursan, ay Rəsul. Çox üzr istəyirəm. Maşında səs var. Bir dənə düş qapını ört da, nə olar qurban olum. Bir dənə düş.
Başım edirəm. Bir dənə yox, bir dənə. Ört. Burası açdı. Ot. Hə, sən bir evin kişisisən, yekə oğlansan, sənin bir evin var, ailən var, həyat yoldaşın var, sən mənə də zaman ayırmalısan. Sən məndən də oturub söhbət eləməsin. Mən nə vaxta qədər elə çay süzüb belə tək başına çay içəcəm, televizora baxacağam. Mən nəyəm səncə? Ustalara verdim bu. Robot zadam, nəyəm? Ay Rəsul, sən heç məni dinləmirsən. Sən maşından başın çıxmır, sən bilmirsən. Mən o sürücü onu hiss edir. Nəsə səs var, bir dənə türk başıma dönüm. Bir dənə qapını ört. Ört. Dincəldən. Tutmur. Yacın danışmaz mı? Otur. Evə də belə tez gəlsəydin, yəni qapını açsaydım, görsəydim ki, sən girirsən evə, ən azından yenə üzümdə bir gülü. Gel. Sənin səsin imiş ya. Mən də elə biləm bayaqdan motorxanadan gəlir səsin. Elə bildim maşına nəsə olub. Rəsul! Sənin səsindir, beynimə işləyir. Beyni işləyir, beyninə gəl, evə tez gələndə beyni işləməz. Yəni vaxtında gəlmək lazımdır, həyat yoldaşına zaman ayırmaq lazımdır. Ən azından mənimlə 1-2 saat oturmaq lazımdır. Bərabər bir kino izləyə bilərik, popcorn yeyə bilərik. Şimdi bir romantik anlar keçirdə bilərik. Nə vaxta qədər Canım üçün nəfəs almadan gedəsən bu dünyadan, bir nəfəs al. Nə qədər danışır ay. Hərdən o təbin gəlirdi, mənə şeirlər filan Hə. bəstəliyirdin, yazırdın daha doğrusu. Dedi? Nə deyim? Həyatımın keşməkeşli anlarından bir şeir yazmışam bu yaxınlarda. Əziyyət çəkdim, hey bir-iki, dedim xoşbəxt olum təki. Sındım, yıxıldım, amma ki, ömrü boyu əyilmədim. Canım sıxıldı təklikdən, uşaqlıqda əziklikdən, kasıblıqdan, simiclikdən ömür boyu çökərmədim. Sındım, amma əyilmədim. Günün oldum, ayın oldum, əmin oldum, dayın oldum, atana arxayın oldum, heç bir işə düzəlmədim. Nə eləməlidir ki, dədəm bunlara artıq sənə? Yazıq nə istəyirsən eləyib də. Nə istədim elədi. Kəs də ki, bu şeiri mənə nə edin ki, yaxşı? Nə edin də? Avtobusu gördüm sənin. Məktəb vaxtıma belə avtobuslardan gedirdik dərsə. Ay pişiyim, bəsdir. Acı, bu içindən bir dənə iyi gəlirdi. Adam ondan ötürdü arxırıya belə o sideriyaların kocanını iyi. 5 manatım var. Əl çək məndən. Mən zarfı. Bu avtobusla elə min get, min Ha, get. bu işləmir, eləcə qoyublar tarixi əsər kimi. Bunu tax başına soyuq dəyməsin. Olan qalan ağlında gedər, sonra get şu çöllərə ağlaqda. Yuxun gəlir. Ortaya. Bəlkə yuxu görürəm, ara vurursan. Yuxun ən yerində. Ay pişiyim. Yani, Dünyanın ən varlı adamı bilirsən kimdir? kimdir? Elon Musk. Bax səhv bilirsən ay. Nə? Dünyanın ən varlı adamı mənim atamdır. Bu, oradan çıxdı ay Rəsul. Çünki o həmişə deyirdi ki, dünyanın ən varlı adamı heç kimə ehtiyacı olmayan adam. Ay Allah. Neysə də danışa bilmirəm ha. Elə həmən an dədəsindən misal çəkir. Əşnəz. Yaxşı, nəyə soruşdun ki onu? Heç nə də oturub fikirləşirəm bütün günü ki. Görün biz nə vaxt, bir də yatarsan. Yox, qulağım səndədir. Biz nə vaxt varlanacağıq? Hə? Bax, biz nə vaxt varlanacağıq? Bax, bu qədər əziyyət çəkirik, işləyirik. Deyim, Nə bilim, hə? telefon ver. Udalit, Nəyi silirsən? udalit, bu Rəsul. da udalit. Buyur, Rə.
Nəyi sildin? Xaricdən o sifariş verdiyim paltar saytlarını, restoran saytlarını, bir də o makyaj, make-up falan səhifələrini hamısını sildim. Dəlisən Rəsul. Bəli, onu Niyə sildim necə ki- indi bunu tezdən yükləməliyəm? Hara içmirsən? Onu sildim ki 2-3 aya milyoner olaq da demirsən var olmaq. Nə tez bunu gözün gördü? Nə tez getdiyin çayxanaları gözün görmür? Mən çay- Dostlarınla oturub o əyləndiyin yerləri gözün görmür. Mən nə vaxt pul vermişəm çayxanalara? Hə, həmişə hamıdan qabaq yığıbsan ki, gəl evə tez bazar durub gəlmişəm də. Hə, can. Onların da kartından istifadə edirsən. Yox, məni əslində sərf edirsən mən tez yığmağa. Yaxşı ki, mənim tez kartımı götürürəm aparıb telefon orada. deyirəm, qardaş da problem var, qaçdım mən. Görürsən sonra qədrimi bilmirsən. Amma doğrudan deyirəm, onları sildim ki, biz də 2-3 ay pul topardıq, amma büdcəmizi dağıdan o pullardır. Biz də olaq o ilan nədir? Elon Musk. Elon Musk. Elon Musk. Olaq vardı. Bax. Elə gözüm görmüşəm. Bu tufliyə nə qədər pul verirsən? Buna Hə. 200 manat. 200 manat. Birindən yoxsa ikisindən? 250 manat. Bir tane, iki tane. 2 tane. 2 tane neçə manat? 250. Hə, amma 250 manata biz Neyə bilərdik? ən azı Yenə başladın da simiş deyə. nə eləmək olar 250 manat? Vitamin D deyə bax. Vitamin D. Kim dedi? Vitamin D. Nə dedi? Vitamin D-dir günəşdən. Hə, deyirsən dedi, deyirəm kim nə dedi yenə ailəmizə söz. Görəm bu da Bakıdakı günəşdəndir. Nə qəşəng bilirsən ha sən. Sənə təzdən vuruldum. Hə, canımsın. Adınız nə oldu? Rəsul. Rəsul mənim adımdır. Rəsul, sən mənim bütün əsəblərimlə oynayırsan daha. Bir yavaş danış, nə olub, eşidirəm də. Bezdimə sənin o pintiliyindən, nə bilim o simicliyindən, arvad işlərinə qarışmağından. Bəsdir də da. Adada bir səsini tonla aşağı saldan əkişdirsən. Yavaş, normal danış. Tonum budur. Sonra, bu yaşdan sonra nəm səs tonu dəyişəcəm sən? Dəyişəsən. Dəyişməyəcəm. Benim dəyişəsən. Dəyişəsən. Sakit dur, telefonuma zəng gəlir. Alo? Bəli, buyurun mənəm, bəli. Bəli, özüdür, bəli. Aha, anladım. Çox təşəkkür eləyirəm, çox sağ olun. Mən sizə əməkdaşlıq paketini atım, müəyyənləşdirin, biz ortaq məxrəcə gələrik, yaxşı? Aha, görüş təyin eləyərik. Tamam, çox sağ olun. Yaxşı, çox sağ olun. Təşəkkür edirəm, sağ olun. Çox sağ olun, buyurun. Görürsən ha, normal danışa bilirsənmiş. Mənlə də elə danış da. Nə deyirsən sən Rəsul? İş üçün zəng eləyib də, nə eləməliyəm? Cəmanla kavud danışmalıyam. Sən əsəblərimi korladı ki. Bütün acırabıl eşitdi, səsini bir yavaş danışdı, bayaq nətər danışırdın? Salam, necəsiniz? Çox sağ olun. Bu elə danışdı o. Ay pişiyim, Ayca. indi sual vermək növbəsi məndədir. Aha. Yoxlayacağam. Fərli suallar çıxmaz. Gərək nə cavab versən. Yavaş düş burada kablokla o. Yaxşı. Ona görə mən kablok geyinmədim. Ayca. Deməli, Hə. niyə kişilər xəyanət eləyəndən sonra evə gəlib çox mehriban olurlar? Mən elə də mehribanam, belə də. Nə? Yox, mən yəni zaten gülərüz adamam həyatda. Yəni mən bilmirəm onu, mən bilə bilmərəm, görməmişəm elə bir şey. Başa düşdüm. Yaxşı, ona bir sual verirəm. Aha. Bir qadının belə pulu, parası, maşını, villası, evi olsa, amma heç gözəlliyi olmasa, bir də dədəsi imkanlı olsa, evlənərsən onunla? Gözüm ondan başqa heç kimi görməz. Ha, bəlir də, çünki saf sevgi var axı ortada. Hə? Sevgi varsa, saf sevgi varsa. Yaxşı, o biri suala keçirəm. Niyə kişilər hər şeyi gedib analarına çatdırırlar? Kişilər Hər şeyi analarının belə ovucuna qoyurlar belə. mən istəyirəm dosta zəng köməyindən istifadə edeyim. Mamamdan soruşum bunun cavabını. Soruşum. Mama nətərsən? Ay günlər niyə elə hacıram? Yad boyu verdik.
Hə, yəqin sonra yeyər. Yəqin əlində iş var. Hə, o olur da, o olur. Kişidən kişiyə fərq var. Nə bilirəm, onu bilmirəm. Sən çatdırırsan? Okey. Okey. O birisi suala keçirəm. Hə. Kişilər niyə maaşlarını arvadlarından gizlədirlər? Çox gözəl sualdır. Mən istəyirəm bu suala təmiz və şəffaf şəkildə cavab verim. Nə? Mənim kartımdan istifadə eləmirsən sən elə? Nə? Gizlədəcək bir şey var aramızda. Ümumiyyətlə deyək. Görürəm də telefonuma gələn. Nə? Mən də Rəqəmləri. görürəm o kosmetikaları, o paltarları, o bütün gün. Evdə özün yemək pişirmək bəs deyil, əlavə də o fast food yeməklər sifariş edirsən, şey edirsən. Kim üçün? Kim üçün? Buna bax. Ha. Mənə bax. Nə var ki burada? Nə var ki burada? Stressdən deyil bu, canım üçün. Stressdən əsəbləşən kimi acıram. Nə stres çəkirsən sən? Nə Mən istərsən? nə- Stresi bir də anan yaşadır da. Məzələnsən, mən bizə nə qədər əsəb keçirirəm, ay gün. Canım üçün. Çox. Ha, baxıram. Əziyyət çəkirsən, səhər saat 5-dən durub işə gedirsən. Pul qazanmaqdan ötürü mübarizə aparsan. Ha, sən şükür elə ki, mən bütün gün evdəyəm. Üzümü görürsən. Dədəmin sayəsində. Aa. Qohumların əyə bizləri. Nə vaxtsa buradan keçiblər. Bütün toz oldu. Balaca uşaqlar kimi hara gəldi girirsən ay gün. Təmizləndi. Yaşad. Ay bala vurursan elədin. Heyfimi çıxıram. Ha, qulaq as. Aytənin adı gün nətər keçdi, heç demədin. Ay pişiyim. Hacı. Bir dənə gözəl ad günü oldu. Məsələn, Bir dənə gözəl, bir əyləndik. Bir oynadıq. Sən Aytəş qan görsəydin, bir də paltar geymişdi belə ağappaq. Elə bil mələk idi, ortalıqlarda gəzirdi. Biraz belə dekoltə idi, kürəyi zadı açıq idi, amma şey idi də, ancaq özümüz idik də, kişilər yox idi deyə rahat-rahat belə geyinmişdi. Hə, nəysə, çox əyləndik də. Dolmalar, yeməklər, rəsul yeməklər. Dolmaların cıqqılı-cıqqılı büyümüşləri var. Dolması, nə bilim, yarpağı, kələmi, kotleti, salatlar, cürübəcür də. Yəni istədiyin şey var idi menyuda. Biraz belə qanqaraşılıq bunda oldu ki, Samirənin yoldaşı zəng elədi, dedi tez gəlib səni götürürəm. Bu da harada bir 47 dəqiqə telefonda danışdı bunu yola gətirməkdən ötürü ki, baxmadan indi əylənirik də. Sonra nəsə mahnı falan qoşduq belə. Düşdük oynadıq, o qədər oynadıq, ilahi ya Rəbbim. O qədər güldük qızlarla da. Yəni dəhşət bir şeydir. Maraqlı keçdi. Hə, bəs mən evdə olmayanda sən neynədin? 5 gün getdim domino oynadım uşaqlarla. Danışdı ətraflı elə bu. Ətraflı nə danışım deyim, Arifin altı qoşasını öldürdüm, onun da qanı qaraldı. Bir də heç uzun Arif arvadı ilə barışdı. O da lan mənim nəyimən lazımdır ay gün. Biz kişilər dominoya bizə niyə yığışırıq? Domino səsi eşitməkdən ötürü. Fikrimiz ancaq dominoda olsun deyə. Bizə başqa heç nə lazımdır. Sənə bir şey deyim mən? Bunu yadında saxla. Dünyada kişilər üçün ən gözəl, ən doğma səs dominonu stola çırpanda gələn səsdir o qədər. Mənim səsim eşinətdə sənin üçün, Rəsul. Yox, sənin səsin... Yəni mənim səsim, yəni sən... Yox, sənin səsin qulağıma gələn ən gözəl Bilmirsən, səsdir. tapa bilmirsən. Onu amma görürəm. Hadi sən də mənim üçün elə bil ki, alt qoşa. Yaxşı. Hə, deyərəm, öpürəm, çox sağ ol, varım. Kimlə danışırdın? Ay, heç nə hafizdir, deyir. Dedim Hacı Qabul dayı. Dedi nə lazım olsa xəbər elə, dedim ay, deyərəm, narahat olma, sağ olsun. Hörmət başqa şey dayı. Qazanmaq lazımdır. Hörmət. Ay pişiyim, səndə o 200 manat var idi. Onu ver də mənə reklama qoyum, vloqlarım biraz baxış çox toplasın. Canım üçün nə var idi, xəşlədim dayı gün, pul nə gəzir? Kimə, nəyə, həyatım? Adı elə deyirsən ki, kimə nəyə? 101 dənə qızıl roza göndərmədim sən. Demədim gətirsinlər evə. Nə vaxt göndərmirsən? Yo, gətirməyiblər ki hələ. Dünən. Məsələn, gətirmədilər. Yo. Maşenlikdə, çörəyi halal yemək lazımdır deyə. Mən eybi yox, mən indi yenə onları görərəm yol qırağında, o gül satanları. Şikayət eləyərəm onları, ayıb olsun. Mən çəkib onları paylaşdıraram bütün sosial şəbəkələrdə. Ayıb olsun. Maşenliklərə bax. Kişi kimi pul qazanın, hə.
Bu cəmat nəyə aldadısan? Qara, qulaq as, məndə 200 manat var. Hə, siyahıya mənim də yaz, həftə sonu gedək qəşəng dincələk. Neçə nəfərik? 5-6 nəfər. Şu adama 200 manat pulunu bəsdə, hə, qəşəng belə kabablı zatdı. Всё. Da, hə, yaz adımı yaz. Başda yaz adımı. Tamam, öpürəm. Patronun baş sponsorluğu ilə yoldaşım başa çatdı.